Salam, vaxtınız xeyir olsun dəyərli xanımlar. Bugün sizə ölü dərilərdən qurtulmaq üçün ev şəraitində hər birinizin hazırlaya biləcəyiniz çox möhtəşəm bir peeling resepti açıqlayacağam. Amma bu resepti paylaşmadan öncə sizdən bircə dənə xahiş. Səhifədə aktiv olun, səhifəni bəyənməyi və səhifəni izləməyən dostları izləməyini rica edirəm. İndi isə keçək çox asan və rahat olan bu reseptin tərifinə. Baş rollarda limon və duz oynayır. Çox asan. Limonun üzərinə duzu səpirik. Aşağıda video yerləşdirmişəm. Aydın olsun deyə hər kəsə. Və həmin limonu üzümüzdə 2 dəqiqə masaj edirik. Üzümüzün hər tərəfinə. Və 2 dəqiqədən sonra ilıq su ilə üzümüzü dərindən yuyuruq və təbii ki, limon üzümüzü qıcıqlandırır və bu qızartı bir neçə saat davam etməməsi üçün sakitləşdirici bir maskap resepti də deyim, dəyərli xanımlar. Bir kiçik boy xiyarı rəndələyirik. Onun üzərinə yemək qaşığından biraz az qatıq və 1 çay qaşığı bal əlavə edib məhlul halına gələnə qədər qarışdırırıq və 10 dəqiqə soyuducuda saxladıqdan sonra üzümüzə tətbiq edirik. 15-20 dəqiqədən sonra üzümüzü duruluyuruq və dərimizə uyğun hansı bir nəmləndirici krem tətbiq edirik. Və onu da xatırladım ki, dəyərli xanım, bu maskanı 30 yaşdan aşağı olan xanımlara və üzündə qılçaq damarları olan xanımlara tətbiq etmək məsləhət deyil. Və ayda bir dəfə, yağlı dərilər isə ayda 2 dəfə tətbiq edə bilərlər. Həmişə gözəllikdən dəyərli xanımlar. Hələlik.